Sling haqqında ən çox verilən 5 sual. Yaxınlarda ilk dəfə ana oldum və əllərimin sərbəst olmasını istədim. Onda başa düşdüm ki, ən yaxşı həllərdən biri sling olacaq. Amma slinglər haqqında məlumat toplamağa başlayanda gördüm ki, sling barədə çoxlu miflər var. Bugün bizdə gözəl bir imkan var ki, ən çox verilən 5 sualı sling üzvə məsləhətçi Svetlanaya verək. Beləliklə, Svetlana, deyin görək, uşağı neçə yaşından slingdə gəzdirmək olar? Vaxtında doğulmuş, sağlam və çəkisi normal olan körpəni slingə doğulduğu gündən qoymaq olar. Çəkisi normal olan dedikdə 3 kiloqramdan yuxarı olan körpə nəzərdə tutulur, amma adətən slingə bükmək üçün ən yaxşısı 3,5 kiloqramdan başlamaqdır. Burada vacib bir məqam var ki, yeni doğmuş ana 3-4 həftə dincəlməlidir. Ondan sonra aktiv və uzun müddətli slingdə gəzdirməyə başlamaq məsləhətdir. Amma bu müddət ərzində körpə slingdə ata və ya nənənin üzərində də qala bilər, məsələn. Nə vaxta qədər slingdə gəzdirmək olar sualı bir çox valideynləri maraqlandırır. Əslində isə heç bir məhdudiyyət yoxdur. Qızımın indi 2 yaşı 2 ayı var. Hələ də slingdə gəzdirməyə davam edirik. Əla. Bəs bir dəfəyə uşağı slingdə nə qədər müddət gəzdirmək olar? Standart tövsiyə 40-60 dəqiqədir. Amma əgər körpə yuxuya gedirsən, biz onu xüsusi olaraq oyatmırıq. Aydındır ki, körpənin ilk aylarında o, məsələn, 2 saat yatıb qala bilər və bu tamamilə normaldır. Sadəcə sonra biraz daha uzun fasilə veririk. İndi isə ən qorxulu sual. Düzünü deyin, uşaq slingdə poposunun üstündə oturur. Yox, o poposunun üstündə oturmur. O, arxası ilə valideyninə sıxılmış vəziyyətdə olur. Burada bizə Gen Nadi kömək edəcək. Gena, gəlin kamera üçün işləyək. Slingdəki vəziyyət uşağı qucağınıza alıb arxasından özünüzə sıxdığınız kimi bir vəziyyəti təqlid edir. Əlimlə onun dizlərini fizioloji olaraq çanaqdan yuxarıda dəstəkləyirəm. Amma aşağıdakı əlimi çəkəndə də uşaq heç yerə getmir və havada qalmır. O, arxası ilə mənə sıxılıb. Slingdə də tam olaraq eyni şey baş verir. Yeni doğulmuş uşağı vertikal vəziyyətdə gəzdirmək çox qorxuludur. Çünki elə gəlir ki, o başını saxlaya bilmir. Bəlkə onu üfüqi vəziyyətdə gəzdirmək olar. Şok kontent uşaq artıq hamiləliyin 20-ci həftəsindən etibarən ananın qarnında vertikal vəziyyətdə olur. Orada elə bir çəksizlik yoxdur, elə bir maye miqdarı yoxdur ki, insan uşaqlığın divarlarına toxunmasın. Ona görə də o vertikal vəziyyətə öyrəşib, bəlkə də biz öyrəşməmişik. Ən vacib məqam budur ki, uşağı slingdə üfüqi vəziyyətdə gəzdirmək. Əslində qorxulu olan budur. Çünki 4 ayına qədər bu mövqe aseksiyasına, yəni körpənin çənəsinin sinəsinə sıxılması nəticəsində boğulmasına səbəb ola bilər. Svetlana, mənə elə gəlir ki, uşağım slingdə olanda ətrafdakı dünyaya baxmaq istəyir, mənə yox. Deyin görüm, onu üzü dünyaya oturtmaq olar, yoxsa olmaz? Başlayaq ondan ki, üzü dünyaya baxan vəziyyət heç bir yaşda uşaqlar üçün fizioloji deyil. 5-6 ayına qədər isə bu sadəcə olaraq təhlükəlidir. Yəni, uşaq orada sadəcə həyatını itirə bilər. Əgər böyüklər diqqət etməsə və uşaq başını sinəsinə həysə, çənəsi sinəsinə sıxılsa, mövqeyə bağlı asfiksiya yarana bilər. Amma başa düşməlisiniz ki, uşaq böyüdükcə çəkisi artır və üzü dünyaya baxan vəziyyətdə onun da hərəkət aparatına düşən yük də çoxalır. Çünki bu vəziyyətdə uşağın onurğa sütununa fizioloji əyillik verə bilmirik, hansı ki yükü yumuşaldardır. Xüsusilə də böyüyün addımları ilə bu yük daha da artır. Ona görə də mənim balam ətrafdakı dünyaya baxmaq istəyir, bu valideynlərdən çox tez-tez eşitdiyim bir istəkdir və bunu hətta 2-3 aylıq uşaqların valideynlərindən də eşidirəm. Amma burada başa düşmək vacibdir ki, 2-3 aylıq uşaqda görmə məsafəsi cəmi 20 sm-dir. Yəni, siz onu üzü dünyaya çevirsəniz belə, o sadəcə bulanıq bir şəkil görəcək. Dünyaya üzü tutaraq gəzdirməyə fizioloji alternativlər də var. Bu, məsələn, eyni halqalı slingdə burada gəzdirməkdir, ya da hətta ergoçantada uşağı burada gəzdirmək mümkündür, yaxud arxada gəzdirməkdir. Burada uşaq sizin çiyninizin üstündən baxır və əslində üzü dünyaya olur. Çünki o, sizin hərəkət istiqamətinizə baxır. Əla. İndi isə gəlin yekunlaşdıraq. Belə çıxır ki, uşaq slingdə oturmur, yəni poposunun üstündə dayanmır. O, sling vasitəsilə valideynin sinəsinə bərkidilib və çox fizioloji bir vəziyyətdə olur. Və heç nə onun poposuna və onurğasına təzyiq göstərmir. Və yeni doğulmuş uşağı heç bir halda üfüqi vəziyyətdə, yəni belə beşik pozasında gəzdirmək olmaz. Uşaq yalnız şaquli vəziyyətdə məhz bu cür duruşda olmalıdır. Söhbət uşaq daşıyıcısından gedirsən, əllə üfüqi vəziyyətdə gəzdirmək olar. Əla.
Və ən vacibin, belə bir pozada uşağı slingə heç bir halda oturtmuruq. Uşaq slingdə yalnız bu cür vəziyyətdə və ya arxadan bağlama ilə olmalıdır. Çox sağ olun. Bu çox maraqlı, maarifləndirici və ən əsası faydalı oldu.